Salam müəllimlər, salam hörmətli izləyicilər. İndi isə belə bir maraqlı sualdır. OTK-nın sınavına düşüb və deyir ki, bizdən n bərabər 8 üstü 12 vurulsun 25 üstü 15 elədir. Neçə rəqəmlidir? Tutaq ki, 40 rəqəmli, 30 rəqəmli və s. onu tapmaq istəyirik. Odur ki, müəllim, biz burada həmişə belə ədədlər tapmaq üçün 10 vuruğunu ətib çıxarmalıyıq. Tutaq ki, məsəl üçün alacaq axırda məsəl üçün də 5 vurulsun 10 üstü 20. 10 üstü 20 nə deməkdir? Bir yanında 20-dən 0. 5-i də ona vurandan alınır. 5 yanında 20-dən 0. Elə halda rahat bunun neçə rəqəmli olduğunu tapa bilərik. İndi bizə əvvəlcə onu yaratmaq üçün nə lazımdır? 2 və 5 vuruqlar lazımdır. Odur ki, biz o 2 və 5-i gətirib çıxarmalıyıq. Baxın, mən 8 necə yaza bilərik? 2 üstü 3 kimi yaza bilərik, düzdür? 8 yazdım, 2-nin üstü 3 və onun üstündə nə var? 12 var. Sonra vurulsun. 25 yaza bilərim, 5-in üstü 2 kimi, düzdür? 5-in üstü 2 və onun üzərində isə 15 verilib. Baxın, mən biraz sadələşdirək. 2-nin üstü 12 əvvəlcə 2 üstü 36 evdə, 2-nin üstü 36 vurulsun. 5-in üstü 2 üstü 15, 5-in üstü 30 evdə, düzdür? 5-in üstü 30. Deməli, bunu biraz sadələşdirsin alarıq. Bərabərdir. Əlbəttə ki, 5-in üstü 30 varsa, mən 2-nin üstü 30 götürəcəm. Artıq qalan nə qalır orada? 2 üstü 6 var, düzdür? Yəni, biz bunu belə yaza bilərik də. 2 üstü 6 vurulsun. 2-nin üstü 30 və bu da vurulsun 5-in üstü 30 yaza bilər. İndi isə mənə baxın, 2-nin üstü 30 ilə 5-in üstü 30 baxın. Qüvvətlər indi əsaslar bura-buramda. Nə deməkdir bu? 2 vurulsun 5, 10 üstü 30 deməkdir də. Deməli nə aldıq müəllimlər? Aldıq ki 2-nin üstü 6 vurulsun 10 üstü 30. Müəllimlər 2-nin üstü 6 neçə deməkdir? 2-nin 6 dəfə bir-birinə vuracaq. Əlbəttə ki 2 üstü 6 64 deməkdir. 64 vurulsun. 10 üstü 30 deməkdir? Bir yanında 30-dan 0, düzdür? Bunu da 64-ə vuranda nə alacağıq? 64-ü bir yanında 64 ilə yanında 30-dan 0. Baxın, belə-belə davam edir. Və nə alırıq biz? 30-dan 0 da 64. Demək, o da 2 rəqəm olacaq. Cəmi 32 dənə. Cavab 32 rəqəmli. Deməli, bizə nə lazım idi? 812 vurulsun 25 üstü 15 elədi. 32 rəqəmli imiş.